Deməli, dostlar, yüksək tezlikli rejimə qoyduq. Buradan görükür yüksək tezlikli rejim. Buradan baxın, qırmızı işığı yandı, nano işıq. Üz dərisi bunlar masaj olunur. Bu şəkildə masaj olunaraq nano qırmızı işıq dərinin dərin qatlarına təmas edərək dərini qızdırır, maddələr mübadiləsini normallaşdırır, qan dövranını gücləndirir və mimik qırışların aradan qalxmasında çox gözəl effekt verir. Durdu. Mavi işıq. Bu mavi işıq da üz dərisinin konturlarını dəqiqləşdirir və dərinin elastikliyini artırır. Konturları çox gözəl şəkildə vurğulayır. Bu həmçinin göz ətrafına da masaj olunur, belə boğazın altına da masaj olunur. Möhtəşəm effekt verir xanımlar. Bunu istifadə edin və sizin kosmetoloqa getməyə ehtiyacınız olmayacaq. Həftədə 2 dəfə, 3 dəfə bunu istifadə etməklə üz dərisinin gözəlliyinə, hamarlığına, konturların dəqiqliyinə sahib ola bilərsiniz. Dərini qidalandıran kremi vururuq və bunlar həmin kremi masaj edərək dərinin daha dərin qatlarına hoppasına şərait yaradırıq. Bu qaydada. Vururuq üçüncü və bu üçüncü rejimdə isə dəriyə hər hansı qidalandırıcı gözəl kremlərinizdən vurursunuz dəriyə və bu masaj vasitəsilə həmin kremin dərinin daha dərin qatlarına keçərək dərinin qidalanmasına səbəb olur. Boğaz altı, üz dərisi, göz ətrafı hər bir nahiyyə tətbiq olunur bu. Alın nahiyəsi üzü yuxarı istiqamətə masaj olunur, göz ətrafı bu nahiyələrə çəkilərək masaj olunur, ağız kənarları masaj olunur, boğaz altı masaj olunur 7 dəqiqə yarımdan. Aparat özü də 15 dəqiqədən sonra avtomatik olaraq sönür.